6-cı bölüm müqəddəs Ramazan ayına təsadüf edir. Yanında bir ədəd xurma, bu xurma olmaq məcburiyyətində deyil, sevməyən insanlar bunu quru üzüm. Biz hansı qidalara üstünlük verək ki, elə bu rahatlıq bizdə daimi qala bilsin? Karbohidratlar bizim enerjimizin böyük bir qismini qarşılayır. Qidadır yenə. Yanlış həyat tərzidir bizi o xəstəliklərlə qarşı-qarşıya gətirən. Salam, Sehirli Xalat tipli podkastının artıq 6-cı bölümündəyik. 6-cı bölüm müqəddəs Ramazan ayına təsadüf edir. Ramazan ayı təkcə ruhumuzun deyil, bədənimizin də təmizləndiyi, yeniləndiyi bir aydır. Və istədik ki, bu verilişdə Ramazan ayında qidalanmadan, metabolizma dəyişikliyi və sağlam qidalanma vərdişlərindən danışaq. Layla xanım, insan metabolizmi Ramazan ayı müddətində necə dəyişir və ya ümumiyyətlə Ramazan ayında kimlər oruç tuta bilər? Fərid bəy, ilk öncə bütün müsəlman aləminə Ramazan bayramının gəlməsi münasibətilə təbrik etmək istəyirəm. Doğrudan da məncə oruc ümumi anlamda çox gözəl bir şeydir bədən üçün. Amma təəssüflər olsun ki, bəli, bəzilərimiz bunu tuta bilməz. Bunlar kimlərdir? Ən birincisi körpələr, yetkinlik yaşına çatmayan, inkişaf dövründə olanlar və eyni zamanda da hamilə qadınlar. Bunlar birmənalı olaraq Ramazanda çox oruç tutmaqlarını məsləhət görmədiyimiz və istəmədiyimiz insanlardır. Hətta bəzən süd vermə dövründəki analar da buna şamil ola bilər ki, yəni süd vermənin hansı mərhələsi olduğu da önəmlidir. Çünki burada yenə biraz dəyişiklik ola bilər. Yəni laktasiya dövrünün ən başındadırlarmı, yoxsa artıq 1 il və ya 6 aylıq bir dövrü keçiblərmi? Orada da yenə həkimləri ilə məsləhətləşələr daha doğru olar onlar üçün. Amma bir də xroniki xəstəliklərdən əziyyət çəkən insanlar var. Özəlliklə təzyiq və şəkər xəstəliyi dediyimiz və ya qəlb-damar xəstəliklərindən əziyyət çəkən insanlar, hansı ki, bunlar daimi işlətdikləri dərmanlar var və bu dərmanların saatları var. Gün ərzində bir neçə dəfə təkrarlanmalı olan dərmanlar var. Bunların tox qarnına qəbul olunması şərtdir. Bu kimi bir çox ünsura cavab verən, yəni bir çox ünsuru qarşılayan insanların tutmamaqlarını tövsiyə edirik və ya çox israrla tutmaq istəyirlərsə həkimlərinə mütləq bu haqqda məlumat vermələri və müraciət etmələri lazımdır. Bəs bu müddətdə insan metabolizması necə dəyişir? Əslində bunu biz normalda da pasientlərimizə həmişə izah edirik ki, məsələn biz nə düşünürük? Yəni məsələn biz ac qaldığımızda və ya hansısa bir pəhrizi tutduğumuzda, elədiyimizdə, yəni onlar nə düşünürlər? İlk öncə onların bədənindən nə gedir? Çünki bədənimizdə əsas 3 böyük nutriyentlər var ki, makronutriyentlər. Bunlar nələrdir? Yağlar deyə keçir, karbohidratlar və zülallar. Bunlar nədir? Bizim hər zaman idman edən insanlarda çox görürsünüz ki, məsələn deyirlər ki, əzələ etkisi yaşamamaq üçün bol zülal yeyin, bol zülallı qidalar yeyin. Amma sadəcə bu nədir? Əzələ etkisini yaşamamaq üçündür ac qaldığımız müddətdə və ya pəhriz müddətində. Eyni şeyi Ramazana da şamil eləmək olar. Ona görə ümumi bir qavramda danışıram. Və sonra da yağlardır. Məsələn, nədir? Hər zaman ac qalanda və ya pəhriz tutanda istədiyimiz şey artıq yağlarımızdan qurtulmaq. Metabolizmamızda isə bunların xərclənmə sırası karbohidrat birincidir, sonrasında zülallardır, sonrasında yağlardır. Yəni təəssüflər olsun ki, birinci həmən biz yağları yandırmırıq. Karbohidratların düzgün seçimi də buna görə önəmlidir. Çünki bizim ilk ac olduğumuz hardasa bir 4, 5, 6 saatlıq bir dilim düşünəndə o dilimdə ilk xərcləyəcəyimiz şey qaraciyərin bizim üçün rezerv elədiyi bir glikogen deposu, glikogen də demək olar. Bəlkə mən bunun Azərbaycan dilində olanını düzgün ifadə etmir ola bilərəm. Glikogen depolarının istifadəsi. Yəni ilk qaraciyərin bizdə yaratdığı rezerv. Biz bunu işlədirik. Bir müddət 5-6 saatlıq aclığa qədər bunlar istifadə olunur, tükənir, bitir. Sonrasında keçir bədən zülalların istifadəsinə. Burada da zülalları da biz həm zülalları, həm yağları yandıraraq glikoz əmələ gətirməyə çalışırıq. Yəni onları istifadə edərək. Çünki yenə enerji olaraq bizim glikoza ehtiyacımız olacaq. Bizim
karbonhidrata ehtiyacımız olacaq bədənimizin. Burada da yenə bizim əslində growth hormonu dediyimiz böyümə hormonumuz var. O böyümə hormonu bizə kömək eləyəcək ki, biz əzələnin çox itkisinə getməyək. Yəni zulalı qoruyaq, daha çox yağlara üstünlük verək. Bu da artıq hardasa bir 7-8 saatdan sonra 12-13 saata qədər olan dilimdir. Hansı ki bu proseslər gedir. Daha uzun sürəli oruçlarda, aclıqlarda, hansı ki bu 24 saat artıq keçməyə başlayır. Orada tamamilə yağ istifadəsi başlayır və buna da keton cisimləri dediyimiz o yağların yanması nəticəsində ortaya çıxan keton cisimlərlə beynimizin və bədənimizin, bütün metabolizmamızın enerji balansının qurulmağı. Biz məsələn keton cisimləri hətta istifadəsi bu Ramazanda da çox istifadə. Keton cisimləri nədir? Keton cisimləri yağların yanması nəticəsində ortaya çıxan ən son maddə. Hansı ki məsələn karbonhidratların yanması nəticəsində biz qlukozu əldə edirik və onu enerji olaraq sərf edirik. Eyni şeyi biz yağlarda ketonlardan əldə edirik. Amma normal günlük insanın həyat tərzində bu aclıq saatları uzun sürə olmadığı üçün onlar gündə 3 dəfə, 4 dəfə, 5 dəfə və ya qidalandıqları üçün, atışdırmalıqlar etdikləri üçün sıx-sıx çayla, məsələn biz kültür olaraq da, yəni mədəniyyət olaraq da sevirik, nələrsə yemək, sadəcə çay belə istifadə eləmirik və bu daha çox karbonhidratlar olur, bəli, bəsit həll olunan, tez həzm olunan şirniyyatlar dediyimiz un məmulatları kimi məhsullardır, şəkərlərdir və ya. Orada ona görə biz çox keton yandırma prosesini görmürük, yaşamırıq. Yəni bununla çox qarşılaşmırıq. Daha çox yenə qlukoz istifadə edirik enerji olaraq və artıq olan qlukoz da bədənimizdə birikir və yağ olaraq qalır. Bəs bu orucluq dövründə belə deyək, bir neçə saat qaldıqdan sonra bizim enerji depomuz düşür, yəni enerjimiz düşür və biz bu enerjini bərpa etməliyik ki, növbəti gün yenidən oruc tuta bilək. Bəli, bəli. Bəs bu dövrdə biz nələr, hansı qidalara üstünlük verməliyik ki, bu enerjimiz yenidən depolansın və biz səhəri rahatlıqla, təkcə ac qalmaq deyil çünki oruc qalır, həm də orqanizmimiz belə deyək də normal olaraq zəifləyə bilər bu dövrdə. Biz hansı qidalara üstünlük verək? Bayaq qeyd etdiyim o glikogen depoları, qaraciyərdəki o rezervimizi məhz o dediyiniz iftarda, sahurda tezliklə yerinə qoymalıyıq. Tezliklə o depoları doldurmalıyıq. Bunun üçün isə biz bəsit həll olunan karbonhidratlara yox, kompleks həzm olunan karbonhidratlara daha çox üstünlük tuturuq. Məsələn, belə deyək də, açıq desək, səhər nələr yeməliyik? O bəsit, kompleks dediyimiz, yəni bəsit olmayan karbonhidratlarımız nələrdir? Bizim tam taxıllı məhsullar. Yəni ağ çörək, təndir çörək misal yemək yerinə bizim tam buğdadan ibarət olan, hansı ki o buğdanın orada dənəsi, qabıqları, lifləri, hər şeyi istifadə olunur. O belə el arasında qara çörək də deyirlər. Qara, boz fərqi yoxdur, amma orada hər şey istifadə olunduğu üçün onun rəngi ağ deyil. Söhbət ondan gedir. Çovdar çörək. Yəni kənd yerində bu özümüz buğdadan çörək bişirəndə görürük ki, şəffaf deyil rəngi. Bu bəli, tam o pürüzsüz bir görüntü yoxdur. Çoxdar çörək də buna misaldır və ya digər quru paxlallardan hazırlanan çörəklər buna misaldır. Sadəcə çörəkdən söhbət getmir. Eyni zamanda məsələn meyvəni qabıqlı yemək sahurda yenə bu iyi bir enerjidir bizim üçün. Quru yağlı toxumlar dediyimiz məsələn qoz, fındıq, badam, bunlardan bir neçə ədəd istifadə eləmək, mütləq zulalı yetərli istifadə etmək ki, bu da bizim uzun sürə toxluq dediyimiz enerjimizin düzgün balanslı xərclənməmizə səbəb olacaq. Yumurta, pendir, süd məhsulları, qatıq kimi və ya süd kimi bunların istifadəsi çox önəmlidir. Bol-bol tərəvəz istifadəsi önəmlidir. Tərəvəzlərin hətta su ilə zəngin olanını istifadə etmək bizim üçün sahurda çox önəmlidir. Məsələn, kahı kimi, xiyar kimi, bəli. Həm də bizim su ehtiyacımızı qarşılayacaq, həm də bir posalif dediyimiz məhsulları bizə verəcək ki, onların o təbii qabıqları, bütün o hüceyrə divarları bizim bağırsaqlarımız üçün də xeyirdir. Bağırsaq hərəkətlərimiz üçün də xeyirdir. Çünki uzun sürə aclıqlarda bilirik ki, ən böyük problemlərdən biri qəbizliklə mübarizədir və ya bağırsaq mikrobiotasında yaranan problemlər olur. Doktor, bəs bəzən oruc tutan şəxslər deyirlər ki, səhər limonlu su içmək uzun müddət mənim susuzluq
susuzluğunu qarşılayır. Sizin bununla bağlı, məsələn, mən düşünürəm ki, limonlu su içərsək bizim müəyyən qədər təzyiqimizi bu aşağı mı salar? Daha pis təsir edə bilərmi? Limonlu su deyəndə bəzən bəli, bunu eləyə bilirlər. Məsələn, yüksək miqdarda limon konsentrasiyasını da istifadə edə bilərlər. Bəli. Sadəcə bir dadımlıq kimi limon dilimini də bir suya qata bilərlər və ya suyu dadlandıra bilərlər. İnsanların bekləntisi susuzluqdursa, mən tam bunun susuzluq yaradacağını düşünmürəm və sırf buna da fikrimizi cəmləməli olduğumuzu da düşünmürəm. Əsas susuzluqla mübarizədə bizim edəcəyimiz şey çox duzlu məhsullar istifadə etməmək. Özəlliklə sahurda məsələn nəyi sevirlər? Kalbasa, sosiska, bunlarla hazırlanan yumurtalar və ya yeməklər həm tox tutacağını düşünürlər, iştahlarını artıracağını düşünürlər, amma günün geri qalan saatlarında ciddi bir susuzluq səbəbidir əslində onların istifadəsi. İşlənmiş qidalar, məsələn, işlənmiş hər hansı bir duzlu, hissə verilmiş məhsulların istifadəsi, balıq məhsullarının özəlliyindən bunlardan qaçmalıyıq. Yəni sadə bir limonlu su bizim bütün gün susuzluğumuzdan deməzdim ki, tam yəni cavabdehdir. Bəs axşam yeməyi, yəni artıq insanlar oruclarını açarkən axşam yeməyi yeyirlər. Burada hansı yeməkləri tövsiyə edərsiniz, hansı qidaları tövsiyə edərsiniz? Çünki oruc tutmaq bizim müəyyən qədər indi el arasında danışılır ki, mədə-bağırsaq sistemimizin, həzm sistemimizi yaxşılaşdırır, bizim bədənimizi, yəni yeniləyir bu ay. Biz hansı qidalara üstünlük verək ki, elə bu rahatlıq bizdə daimi qala bilsin? İftarımızı məsələn su ilə açdıq. Su məsələsinə də məsələn bir aydınlıq gətirmək istəyirəm. Soyuq su mu, isti su mu? Bir çox restoranlarda da məsələn avtomatik olaraq hər kəsə isti su ikram edilir. İsti su, mən tam qaynar suyun tərəfdarı deyiləm. Bəli, həzm üçün faydalıdır, amma ilkin mərhələdə mədəni sürətli tərk eləmək açısından soyuq su istifadə olunmasını tövsiyə edərdim. Tam soyuq suda birazcık o an bir spazmı da yarada bilər. Ona görə ağrı verə bilər. Ağrı verə bilər və ona görə də nə ola bilər? Bu ən gözəl, ən doğrusu ilıq sudur. Həm mədəni sürətli tərk eləmək baxımından, həm də mədə turşularının, mədə fermentlərinin, həzm fermentlərinin istifadəsinə başlamaq adına. Yanında bir ədəd xurma, bu xurma olmaq məcburiyyətində deyil. Sevməyən insanlar bunu quru üzüm, quru əncir, meyvə quruları ilə, amma aralarından biraz daha tez həzm olunan və yüksək lifi olan, bu əncir onlardan biridir, quru qara gavalı bunlardan biridir, quru üzüm bunlardan biridir. Bunlardan istifadə edə bilərlər. Eyni məntiqdir. Yəni çünki həm birazcık həzm fermentlərimizin sürətli bir şəkildə ifrazını çağıracaq, sonrasında yeyəcəyimiz ağır yeməklər üçün bizə köməklik göstərəcək. Bir müddət gözləməkdə fayda var. Həm də qan şəkərimizin yüksəldərək o geri qalan bütün hormonların sırası ilə düzgün formada, sürətli bir şəkildə ifrazına da bizə köməklik göstərəcək. Yəni qan şəkərimizi bir miqdar yüksəltməyimizdə yeməyimizi başlatdığımız kimi çox faydalıdır. Şorbanı içdikdən sonra ara verməyi tövsiyə edirik. Amma bu biraz çətin olur. Yəni biraz o insanlar bütün gün ac olublar. Yəni daha gerçəyə mədət doysa belə gözümüz doymur. Bəli. Ona görə biraz daha gerçəyə uyğun danışmaq lazımdırsa, nələrsə yediksə belə, çorbadan sonra ana yeməyə də həmən keçdik, yediyimizi düşünürük. Bitirdikdən sonra məsələn şirniyyat qismi insanların bütün gün ac olduqları üçün, bunu başara bildikləri üçün özlərini bir ödülləndirmə hissi yaranır. Yəni sanki mən özümü ödülləndirməliyəm, ona görə mənim haqqım var indi şirniyyat yeməyə, çoxlu meyvə yeməyə və s. Bu şirniyyatları məsələn biz istəyərdik ki, südlü şirniyyatlar, südlü tatlılarla, şərbətli deyil də, xəmir işləri ilə deyil də, südlülərlə əvəz eləmək. Az şəkərlə hazırlanmasını, yeməkdən sonra ara verib onu ara qida, ara öğün olaraq dəyərləndirməsini. Çünki necə məsələn gündüz biz səhər, gün orta axşam yemək yeyirik və bəzi şeylərdə ara öğün olaraq istifadə edirik. Eyni məntiqi əslində Ramazana da tətbiq eləməliyik. İftardan sonra gecə yatmadan 2 saat sonra, 1 saat yarım sonra, 1 saat da ola bilər. Yəni o belə bir əslində bir işdir bizim üçün.
ən azından 1 saat gözlənildi. 1 saat, yarım 2 saat olarsa daha yaxşı olar. Aralıqlardan sonra 1 saatdan bir ara öyn eləyib elə yatmaq. Çünki səhərdə də yenə iştah az olur. İnsanlar özlərini məcbur edir sanki yeməyə. Bəzi insanlar oyanmır sahura, su içib yatırlar və ya heç durmurlar. Bunun da yenə ən azından bizə olacaq fəsadların qarşısını almaq üçün gecə yatmadan ara qidalar etmək çox vacibdir və o meyvə, o şirniyyat şeylərini, konseptlərini saxlayın, yatmadan öncə edin. İşte məsələn saat 9 ilə 10 arası bir ara yemək və ya 11 ilə 12 arası bir ara yemək kimi. Doktor, bəzən olur ki, insanlar oruç tutarkən arıqlayır, bəziləri isə kökəlir. Bunun fərqi nədir? Yəni bu niyə görə bu belədir? Bu çoxlu nüansdır əslində. Tək bir səbəb deyə bilmərik. Birincisi, yaş önəmlidir. Yan xəstəliklər önəmlidir. Metabolizma sürəti insandan insana fərqlidir. Bəhs etdiyimiz kökələn insan sahuru, iftarı, dediyimiz ara qidaları edirmi, etmirmi? Arıqlayan dediyimiz insan sahuru edirmi, yoxsa hamısını edir də arıqlayırmı? Və ümumiyyətlə bu arıqlamaqdan məmnundurmu? Bu da önəmlidir. Amma genəlliklə genəl bir baxış olaraq düşünsək, Ramazanda arıqlayan insan çox az eşidirik. Çox vaxt deyirlər ki, ya çəki alıram, ya da çəkimi heç itirmirəm, olduğu yerdə qalır. Bu qədər ac qalıram, niyə belə olur? Birincisi, o iftardakı qaçırmalar, o dediyimiz ödülləndirmələrlə şirniyyatların istifadəsi. Şirniyyatlardan da məsələn, özəlliklə xəmir məmulatlarının, şərbətli tatlıların miqdarı kiçik görünsə də kaloriyaları yüksəkdir. Yəni biz bilmədən, məsələn indi Ramazan tam da Novruz bayramına denk gəlir, Novruz bayramına düşür. Novruz bayramında şirniyyatları, bizim elə öz şirniyyatlarımız kaloriyaları çox yüksəkdir. Yəni siz bir dənə paxlavadan belə hazırlama üsulundan asılı olaraq 350-500 kaloriyalar arası ciddi bir kaloriya alırsınız. Yemək olaraq niyə bərabərdir? Bir ana yeməyə bərabərdir. Bir ana yeməkdən bir dilim paxlava bir ana yeməyə bərabərdir. Bərabərdir. Bəli, siz o bir ana yeməkdən təxminən 500, 550, 600 kaloriyaya yaxın bir yemək alırsınız. Bir yekə bir dilim paxlava yesəniz, bir yekə bir şəkərbura yesəniz, elə bir ana yemək yemiş qədər olur. Təsəvvür edin ki, mən əminəm ki, xalqımız bunu bir dərəsi ilə də yetinmir. Yəni bir çayla 3 filan içir. 3 paxlava gedir, bir paxlava yedim, yanında da bir şəkərbura yeyeyim, abadan burada yeyeyim, bir səhər oldu, məsələn, sahurda bir qoğal da yeyeyim deyir. Nə qədər aclıq saatları olsa da yerinə qoyduğu yetərincə yüksək kalorili enerji var. Hansı ki onu gün boyunca xərcləmir. Çünki bu insan Ramazanda oruç tutmuş ola bilər, amma orucluq müddəti boyunca aktiv həyat tərzimi keçirir. Yox, gedir bu məsələn çox bir baxdığımızda bəlkə bir 60% ofis şəraitində işləyən insanlardır. Acılar, amma oturaqdılar. Yəni o aldıqları yüksək enerjini də xərcləməyəcəklər. Yəni tənlik çox basitdir. Girən enerji ilə çıxan enerji bərabər olmalıdır və ya kilonu atmaq istəyiriksə, çıxan enerji çox olmalıdır və ya hansısa azalmalıdır. Yəni o tənliyi, o balansı məntiqlə özümüz qurmalıyıq. Buna görədir ki, çox vaxt biz çəkinin dayandığını, eyni yerdə dayandığını görürük və ya artdığını da hətta müşahidə edirik. Çox miqdarda yox, amma az miqdarda artır. Metabolizması güclü olan, sürətli olan, günlük yaşamında hərəkətli olan, yeməyinə diqqət edən, Ramazan olmasına baxmayaraq bu insanlarda arıqlamada görə bilirik. Bəs bəzi insanlar da görürük ki, orucluq ayında müəyyən qədər arıqlayır deyə çox uzun müddət oruc diyetası kimi saxlayır. Yəni orucluğu uzun müddət yaşayır. Yəni 1 ay deyil də 3 ay, 4 ay, 5 ay. Sizin bununla bağlı düşüncələriniz nədir? Düzgündürmü bu? Bunu məsələn Ramazanı mı davam etdirir? Bəzi insanlar məsələn deyirlər ki, mənim qəzalarım var, onları tutmalıyam. Elə deyil. Yoxsa aralıqlı oruç dediyimiz diyetimi davam edirlər? Təxminən onun kimi. Yoxsa elə bir yaşama mı davam edirlər? Elə bir yaşama davam edirlər. Yəni mən oruç tutmamışam bugün, amma elə oruç tutmuşam kimi bütün gündə yemək istəmirəm deyirlər. Bəli. Uzun müddətlidə əslində biz tövsiyə etmirik. Çünki qarşımızdakı kişi kimdir bilmirik. Yəni insanın fərdi xüsusiyyətlərini bilmirik. O bir ay ərzində məsələn bəzi cihazlar var, hansı ki məsələn biz dietoloqlar istifadə edirik, bədən analiz cihazları. Orada məsələn arıqlama müddətində görə bilirik bu insan əzələmi? Hansı nəticələri verir sizə həmin cihazlar?
Yəni əzələmi itkisi yaşanıb, yoxsa məsələn yağ itkisi mi yaşanıbdı? Məsələn, arıqlamaqdan əgər işinə gəlibsə və bu bunun xoşuna gəlib və bunu davam elətdirmək istəyir, tamam da o verdiyin çəkin hardan gedir? Yəni sən əzələ yandıraraq gedirsənsə, o deməkdir ki, sən yetərli zülal almırsan, bədəninə ziyan verirsən və bunu ziyanı verərək də davam edirsən. Bunun qarşısı alınmalıdır. Yəni birazcıq insan olaraq, individual olaraq ələ alınması çox vacibdir və doğru yönləndirilməsi. Amma uzun müddətli oruçlar, uzun müddətli aclıqlar, bəli, biz çox tövsiyə edirik. Bəli, 24 saatlıq aclığa qədər məsələn olan aclıqlar o bədənimizdə o dediyimiz keton cisimlərin, yəni yağların yandırılması, hətta otofaji dediyimiz məsələn hüceyrənin özünü yenilənməsi dediyimiz prosesi də açır. Yəni o saat sizə hüceyrənizin yenilənməsinə belə imkan yaradır. Bu gözəl bir şeydir, amma bunun sürəkli olmağını hər zaman hər kəsə tövsiyə etməyimiz böyük bir problem yarada bilər. Məsələn, sizin mövzunun ilk başlarında dediniz ki, bəzi təzyiq xəstələri və şəkər xəstələri həkim məsləhəti ilə oruç tuta bilərlər. Elə mənim tanıdığım bir şəxs var ki, yəni o orucluqda təzyiqin normallaşdığını düşünür və il boyu adam orucdur, yəni oruc kimi qidalanır, bir oruc kimi qidalanır, belə deyək. Sizcə bu nə qədər doğrudur bəs? Bu da gözəl bir nüansdır Fərid bəy. Məsələn, o dediyimiz glikojen depolarının istifadəsindən sonra, yəni o 5-6 saatlıq aclıqdan sonra yaranan aclıqlarda hansı ki zülal və ya karbonhidrat digər şeylər yağlar yandırılmağa başlayır bədən tərəfindən. O insulinə duyarlılıq artır. Yəni o insulin daha çox görülür, daha çox istifadə olunur və düzgün bir istədiyimiz metabolik formaya düşür. Bu uzun sürəli açlıqlarda ki, məsələn deyirsiniz, kimsə də deyir ki, mənim şəkərim yerinə düşdü, mənim təzyiqim yerinə düşdü. Təzyiq çünki sadəcə bir səbəbli bir şey deyildir. Biz bir neçə səbəblidir. İnsulin dirəncinin olması belə sizin təzyiq probleminizi yarada bilər və ya qan damarlarınızda birikmiş olan plaklar dediyimiz, hansı ki bunlar yağlar və o insulin dirəncinin nəticəsi, kötü qidalanma, pis qidalanma nəticəsində ortaya çıxan damar tıxanıqlıqları, bunlar da bir növ sizin əslində təzyiq problemləriniz deyilmi? Bütün bunlar xərclənir bədən tərəfindən, istifadə olunur və bir rahatlama gəlir bədənə. Bəli, təzyiq problemi yerinə düşə bilər, şəkər problemi yerinə düşə bilər. Hansı ki, məsələn, insulin dirəncim var, həkim bir dərman... Amma bu həmişə belə də olmaya bilər. Bu həmişə belə də olmaya bilər, bu daha da kötüyə də gedə bilər. Amma bəzi, məsələn, belə deyək də, şəkər və təzyiq xəstələri, şəkərin təbii ki, bir kardioloq və ya endokrinoloq yanına gedirlər. Paralel olaraq bir diyetoloq yanına gəlsələr, qidalanma ilə də müalicələrinə dəstək olsalar, daha yaxşı nəticə əldə edə bilərlərmi? Mən sizə deyərdim ki, bu insanların ən böyük problemi elə qidalanmadır. Yəni, o bəhs etdiyimiz problemlərin heç biri dərman istifadəsi ilə, yəni, məsələn, biz məntiq olaraq düşünməliyik də, mənim təzyiq problemim hardan çıxıb? Yəni, mənim şəkər problemim hardan çıxıb? Mən nəyisə istifadə eləmişəm və bu mənim bədəmdə bu prosesi mi pozub? Yəni, mən nəyisə səhv bir şey geyinmişəm, səhv bir şey qəbul etmişəm, bir dərman vasitəsi, səhv bir havanı mı udmuşam? Yox, nədir? Qidadır yenə. Yanlış həyat tərzidir bizi o xəstəliklərlə qarşı-qarşıya gətirən. Və onların da müalicəsinin də hətta bu xarici Amerika və ya Avropanın assosiasiyaları, dərnəkləri, kardioloji, endokrinoloji, bunların da bir çoxunun protokollarında birinci növbədə elə duran şey diyetdir. Yəni doğru pəhrizdir. Qidalanma rutininin dəyişdirilməsidir. Biz xarici təcrübələrdə görürük ki, endokrinoloqun, kardioloqun otağından çıxan, artıq çəkisi olan, şəkəri, təzyiqi olan bir çox pasiyent oradan çıxdığı kimi diyetoloqun otağına girir. Yəni bu bir mənalı olaraqdır. Bizdə bu 5-10% olar, yoxsa daha azdır? Mən sizə deyərdim ki, artıq artmağa başlayıb. Artmağa başlayıb. Yəni faiz olaraq deyə bilmərəm, amma mənim ən azından Azərbaycana ilk gəldiyim dövrlərdə insanlar bizə sadəcə arıqlamaq üçün göndərilməli olduqlarını düşünürdülər, amma indi fərqli xəstəxanalarda çalışsam belə bir çox fərqli xəstəxanalardakı cərrahlar və ya yenə endokrinoloqlar, kardioloqlar bizimlə işbirliyinin önəmini
bu illər Bilirlər. ərzində artıq o qədər sistemdə oturub ki, və ya artıq bu işi düzgün görən insanların da Azərbaycanda var olduğunu bilmələri onlarda bir ümid yaradır və onlar bizimlə artıq xəstə paylaşırlar. Digər xəstəxanalar arası xəstə paylaşırlar. Sadəcə bulunduğumuz xəstəxanada deyil. Yəni bu artıq bizə onu göstərir ki, bəli, bu insanlar bunun önəmini, yəni bu professionallar da daha doğrusu deyək, bunun önəmini anlayır və müalicəsini daha multidisiplinar deyirik də, daha Bəli, birlikdə, geniş şaxəli aparırlar. Dəyərli izləyicilər, biz 6-cı bölümdə Ramazan ayı və qidalanmadan danışdıq. Qonağımız Lalə Yaqubova oldu və həmçinin Ramazan ayı ilə paralel olaraq müxtəlif xroniki xəstəlikdən əziyyət çəkən insanların qidalanmasına da müəyyən qədər toxunduq. Düşünürəm ki, sizin üçün çox maraqlı oldu. Bir daha Ramazan ayınızı təbrik edirik. Sağlıqlı, gözəl oruc arzulayırıq.